Azərbaycan və Ermənistan arasında uzun müddətdir davam edən danışıqlardan sonra nəhayət ki, sülh müqaviləsi mətninin son 2 bəndi də razılaşdırılıb. Əlbəttə, bu anlaşma hər iki tərəf üçün də müsbət irəliləyişdir, amma barışıq müqaviləsinin imzalanması üçün İrəvanın üzərinə düşən bir sıra öhdəliklər mövcuddur. Çünki yalnız bu halda regionda real və davamlı bir sabit mühit təmin olunar. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bütün bəndləri üzrə razılaşma əldə olunub. Artıq hər iki tərəf sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsinin razılaşdırıldığını və bu barədə danışıqların başa çatdığını təsdiq edib. Normallaşma prosesi üzrə müqavilənin razılaşdırılması təbii ki, təqdirə layiqdir və müsbət inkişafdır. Amma nəzərə almaq lazımdır ki, bu yalnız sülh sazişi üzrə işin yekunlaşmasıdır. Hələ Ermənistanın üzərinə düşən və həllini gözləyən bir sıra məsələlər mövcuddur. Odur ki, İrəvan siyasi iradə sərgiləyərək barışıq müqaviləsinin qüvvəyə minməsi üçün müvafiq addımlar atmalı və öhdəliklərini yerinə yetirməlidir. Ermənistan cəmiyyətində revanşizm havanın qalması, bu şəraitdə sülh sazişinin imzalanması mümkün deyil. Digər tərəfdən, hələ də bölgədə, xüsusən Azərbaycan-Ermənistan sərhədlərində və şərti sərhədlər boyu üçüncü güclərin, o cümlədən Avropa İttifaqının missiyasının olması bu Ermənistan-Azərbaycan arasında sülh prosesini çox kövrək bir formata keçirə bilir. Ermənistan kənar təsirlərin ümumiyyətlə müdaxiləsi ilə istənilən vaxt sülh sazişini poza bilər və bu mənada Azərbaycan hesab edir ki, bu məsələlərin həllini tapması bir mənalı şəkildə vacibdir. Məsələ bununla da yekunlaşmır. Barışıq müqaviləsində əksini tapmayan, amma sazişin imzalanmasına mane olan əsas məsələlərdən biri də Ermənistan qanunvericilik sənədlərində Azərbaycan ərazilərinə qarşı iddiaların yer almasıdır. Bu baxımdan İrəvan münasibətlərin real və davamlı şəkildə normallaşması üçün müstəqillik aktında hüquqi dəyişikliyə getməlidir. Sülh müqaviləsinin imzalanması həm Azərbaycan, həm də Ermənistan üçün yeni başlanğıc və hər iki tərəfin öz ərazilərində təhlükəsiz, eləcə də sabitliyin formalaşması deməkdir. Görünən odur ki, İrəvan həqiqətən də bölgədə sülhün təmin olunmasında maraqlıdırsa, sülh sazişinin imzalanması üçün vacib olan bütün şərtlərə əməl etməli, həm də silahlanmaya son qoymalıdır. Yalnız bu halda regionda real və davamlı bir barışıq mühiti təmin oluna bilər.